Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Elşad Miri, zəlzələdə binaların dağılmasına alın yazısı demək Allaha atılan böhtandır. Başımıza gələn fəlakətləri, zəlzələləri Allahla əlaqələndirmək absurddur. Zəlzələdə binaların dağılmasına alın yazısı demək Allaha atılan bir böhtandır. Halbuki yaxşı iş olanda Allahla yox, özümüzlə əlaqələndiririk, öz nailiyyətimiz kimi qələmə veririk. Bu fikirləri NES 24 azı açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, daha sonra sözlərinə belə davam edib. Bir insan seismik ərazidə ev tikirsə, zəlzələ təlimatına uyğun olaraq reallaşdırmalıdır. Bəzi insanlar orada öz məqsədləri üçün yanlış addımlar atırlarsa, sonradan binada riskli dəyişikliklər edirlərsə, sütunlara zərər verirlərsə, təbii ki 9 ballıq zəlzələyə uyğun tikilən bina sabah 6 və ya 7 balda yerlə yeksan olacaq. Ona görə də yükü Allahın üzərinə atmaq doğru deyil. Allah deyir ki, hər bir şeyi qədərlə yaratmışam. Qədər dedikdə ölçü nəzərdə tutulur. Təəssüf olsun ki, biz buna alın yazısı və ya tali deyib insanları aldadırıq. Öz səhlənkarlığımıza, yanlışlarımıza bu cür adlar qoyuruq.